Hər kəsə salam. İnşallah qorumamısınız bizdən qızlar. Maskalarımızı qoymuşuq üzümüzə. Birazdan gedirik salona. Bugün toydayıq. Salonda saçımızı ukladka eləyəcəyik. Maskanın dediyinə qoymuşuq. Ukladkadan sonra maskanın buralarını nəmləyib. Saçın düzlüyün pozur da qoymuşuq ki, bu da Məryəm xanım. O da gedir salona. İndidən qoymuşuq ki, üzümüz nəmlənsin ki, gələn kimi birbaşa make-up'a başlayaq. Tərşin də make-up'ını mən eləməliyəm. Qaynanamın da make-up'ını mən eləməliyəm. Make-up bilir qızı. İnan bütün gəzinə pozulur. Özümün də make-up'ı mən eləməliyəm. Ona görə işimiz çoxdur. Üzümüzü indi maska ilə nəmləndiririk ki, bu kağız maskalar qızlar üzü o qədər gözəl nəmləndirir ki, Koreyanada bu arada. O qədər gözəl nəmləndirir ki, makyaj üzünüzə siz necə qalır? Yəni qutu kimi oturur da, o pütür-pütür bəzi xanımlar deyir, narazıyam, pütür-pütür qalır. Yəni qətiyyən elə bir narahatçılıq yaşamırsınız. Makyajdan öncə bunu qoyun üzünüzə, hər şey olacaq bomba kimi. İndi üzümüz biraz nəmlənsin qızlar. Gedirik salona. Görüm orada alınsa çəkəcəm, alınmasa desinəm. Biri oğlandı, biri qızdı. Nəysə qızlar, indi gedək Pərişqa, indi gedək salonumuza, gələndən də sonra kirpiyimizi falan görüb, əgər alınsa, çatdırsa hamısını adım-adım çəkəcəm, getdik. Saçımızı gedib ukladka elədik, gəldik. Deməli, mamanuja makyaj elədim, indi Pəriş hər şeyini eləyəcək, bir dənə göz makyajını mən eləyəcəm. Bir də özümü makyaj eləyəcəm, Məryəm xanımdır. Bir açıq makyaj eləyəcəm. Kipriklərimi qoydum qızlar. Kipriklərimi qoyanda çəkə bilmədim çünki vaxt çox gedir. Amma make-up'ımı qoyacağım buradan telefon çəksin elədikcə. Başlayıram qızlar. Nəmləndiricini vermən oradan Pəriş. Deməli, birinci üzümüzü qəşəng nəmləndiririk. Nəmləndiricini də qoy. Nəmləndiricim də bu arada budur. Özümüzdə satışda var. Qoy aşkım, sənin düzəldim üzümü gözünü sonra. Düzəltsin sonra. Altına batacaq. Yaxşı. Yaxşı, get yaxşı. Get bunu. Ay mama. Yo, elə açıq qalacaq. Ne kadar ne daha arkadaşlar. Güzel mi şimdi? Üzümdə qızlar gördünüz də geçməmişdən qabaq nəmləndirmişdim. Belə nəmləndiricini vurduğumda biraz bir damcı keçsin, bazen vuracağım. Bazı qızlar gündəlik olaraq bunu istifadə etmirəm bazen. Gündəlik olaraq bazı istifadə etmirəm. Nəmləndirici vururam, üzərindən də BB krem falan ya bu Photoshop effektli olan Tananya belə məhsullar istifadə edirəm. BB kremi bitib gündəlik Photoshop effektli olanı istifadə edirdim, bilirsiniz. Amma belə harasa məclisə falan gedirəm, toy makyajı edirəm də normal olaraq. Ona görə L'Oreal'ın bu parlaq olan makyaj aldı bazasını istifadə edəcəm. Bu nəmləndirici pis necədir? Adamın üzündən elə bilim cöhərnamə çıxardı. Bütün üzü belə deyim də nəfəs alır. Dəri elə bir şeydir, çox qəşəng bir şeydir. Satışda var bizdə. Makyajın altından da gördüyünüz kimi çəkə bilirsiniz. Günlük nəmləndirici kimi istifadə edə bilirsiniz. Hər dəri tipinə uyğun da var. Nəmləndirici üzünüzü alsın. Keçək indi bazamızı vuraq. Desəniz ki, makyajını ya özüm eləyirəm. Çünki burada qızlar çox abartı eləyirlər makyajı. Ona görə də düşündüm ki, özüm eləyəm. Ukladkamı elədim ki, saçım şişməsin. Nə oldu? Vurma. Sən heç nə məhv eləmə özüm eləyəcəm. Baxın qızlar, bazen belə bir şeydir. Tananlıdır, hə, eləmə. Bazen belə bir şeydir. Vurma Məryəm, vurma qızım, vurma. Baxın qızlar, bu da makyaj altı bazen belə xüsusi parıltı verir üzə, görürsünüz. İndi keçib biraz dəriyə hopsun, yox qutar bacım. Dəriyə hopsun qızlar, keçirəm Tananya'ma. Tananya'da bugün gətirdiyim nədir? Deməli, nars gətirmişəm qızlar. Nars tam bir mat. Tananya'da bunu tək mən istifadə edəsəm, dərim pütür-pütür qalar. Çünki mənim dərim ekstra quru dəridir. Nə edirəm? Bununla da diyordu. Hər biri də gedim ki, orijinalda narsla diyoru bir-birinə qatıram. Narsı çox azacıq qatıram. Elə istifadə edirəm. Bir də var belə stik Tananya'mız var. Bu da diyorundur. Orijinalda qeyd edim ki, baxın bu şəkildədir. Çox qəşəng oturur bu da dəriyə. Yox. Çox qatmısan. Mən narsı çox qatmıram ki, narsı matlıq verir. Yox, hiss eləmirəm, amma belə matdan anlayır. Əgər matlıq verirsə, götür bir damcı bundan keç üzərinə. Üzərinə? Hə, yox. Belə də. İndi qızlar, qərarı aldım ki, heç narsı qatmayım. Ümumiyyətlə, stiki vurum, üzərindən də diyorumu vurum. Bəli, baxma. Budur. Deməli, keçirəm stik Tananya'nı, birinci qəşəng üzərinə keçirəm. Baxın, stik Tananya belə bir şeydir.
Ne olmaz bilmez. Yok aşağıdan böyle Hele bir tonelciye hayır verirdim. Şimdi fırçanı öyledi. Gittiler mi? Güzel. Bunu vurduk kızlar. Üzme. Geç kızlar, bunun örtücülüğü o kadar yüksek ki bu stikin. Üzerinden düşünüyorum içine savursam, vurmasam da olar ama bir damcık atarım. Bir damcık atarım. Şimdi alsa götürüyor. Hele bizim dişim. Ne? Kardeş? Dişim tıklatıyor. Kızlar bakın, bunun örtücülüğü belədir. Çok qəşəng, əsl örtücülüğü. Necə eləyim bunu? Vurum üzərindən nəsə. Bu keçmiyor ama. Makyajda da biraz ağırlaşdıraq eybi yoxdur. Onun için da bunu keçək üzərindən diyor götürürəm kızlar. O bir sıcak. Kızlar tonalim hazırdı, vurdum. Biraz da diyorla keçdim üstüne. Burasının biri. Aa.
adam qızlar nətərdir? Siz Allah düzün deyin amma. Sevmirəm də qızlar. Aşırı abartı makyaj mənlik deyil. Qızlar, bu makyaj sabitləyicim də budur. Bizdə satışda var. Yəni ən bahalı markalara meydan oxuyur. Düzdür, bu da ucuz deyil. Qiyməti 29 manatdır. Amma eləsi var ki, məsələn, Anastasiyanı almışdım mən 70 manat, o heç nə idi. Bu möhtəşəmdir. Kley kimi makyaj üzə yapışdırır. Belə qızlar, mən hazıram, gedim geyinim. Söz qızlar, hazırıq. Həmişə kimi sadəlikdən yanayam mən. Pərişkildə geyinir, düşüb gedirik. Yəni toyda çəkə bilsəm çəkəcəm qızlar. Çəkə bilməsəm toydan sonra gələrəm, təəssüratları danışarıq. Kənd vloglarımızı sevdiyinizi bilirəm qızlar. Amma kənd vlogumuz, rayon vlogumuz tez yekunlaşdı. Çünki gəlməli olduq, Bakıya gəlməli olduq. Ani bir qərarla. Müəyyən işlərdən dolayı. Əslində bir neçə gün qalmaq fikrimiz var idi, amma gəlməli olduq. Müəyyən kargolar falan var idi ki, özümüz gəlməsək olmazdı. Toyu belə deyim, uzun uzadı çəkə bilmədim. Orada da qeyd etmişəm. Rayon insanları biraz kameraya qarşı kompleksləri var. Narahat olurlar ki, kamerada düşdüm, göründüm. Ona görə uzun uzadı çəkə bilmədim. Gecə də o qədər yorğunuyduq ki, yəni make-up'ımızı falan silib ancaq uzana bildik. Bildim ki, səhərsi gün artıq yola çıxasıyam deyə. Biraz dedim mama ilə vaxt keçirdim, eləyim. Yəni telefona vaxt ayırmayım. Ona görə də vlogun davamını çəkə bilmədim. İndi burada gəlmişəm, ambardayam. Elə üstdən göstərirəm. Rəsm olaraq yerləşdirdim. Siz də istəsəz sifariş edə bilərsiniz. Bizim geyim səhifəmizdə var. Lola Fashion. İstəsəz belə WhatsAppda yazın, nömrəmizi salım, oradan izləyin. Çox qəşəng uyğun qiymətə dəstlərimiz. Bir də qızlar, keçənki vlogların birində qeyd edib ki, xanımların biri, Lula xanım, eviniz nə darısqallıqdır, o əşyalardan, burada bu ambarda olan vlogda yazıb ki, əşyalardan biraz azaldın. Qızlar, bura bizim evimiz deyil. Bura, yəni baxın, göründüyü kimi, baxın, ambarımızdır bizim. Hansı ki, evdə tutmuşuq, yəni içərisinə məhsulları yığırıq. Məsələn, mətbəğində özünün xaladiyiniki falan var. Elə məhsullar var ki, soyuducu şəraitində saxlanılır. Yəni, demək istədim odur ki, bura bizim evimiz deyil. Bura bizim ambarımızdır. Evlə, onlayn işi evin içində görmək qeyri-mümkündür. Yəni, həm uşaq cəhətdən, həm kargolar gəlir tozun torpağın içərisində, uşaqlı olan evə onu o cür salmaq düzgün deyil. Ona görə ayrıca bir ambar tutmuşuq ev kimi. İşimizi buradan idarə eləyirik. Belə qızlar, çox şükür. Belə qızlar, bu vlogumuzu burada yekunlaşdırıram. Növbəti vlogumuz sürprizli bir vlog olacaq sizlər üçün. Yaxşı ki varsınız. Baxıram, Ağcabədi vloglarına maraq göstərmişsiniz. Aktivliyimiz bir ara səhifəmizə o qədər spam vurmuşdular ki, tamamilə düşmüşdü, amma deyəndən ki, spam vurublar, sağ olun. Var gücünüzlə dəstək olmuşsunuz, səhifəmizin aktivliyi qalxıb, bu tempdə də davam edin ki, biz də həvəsdən düşməyik. Öpürük qız sizləri qızlar. Növbəti vlogda görüşərik, hələlik. Bir də qızlar, bunu vurğulamaq istədim. 70% xanım baxmışam ki, vlogda məndən soruşub ki, Lula xanım, o çəkdiyiniz Photoshop effekti olan tonalini hansıdır? O bu tonalinidir qızlar. Photoshop effekti verən tonaldır. Rusiyada viral bir məhsuldur. Əslində Dubayın məhsuludur bu. Yəni Dubayda istehsal olunan bir məhsuldur, amma satışı Rusiyada çox olur bunun. Əgər xanımlar demişdi çəkir Rusiyada varsa alım. Yəni bu da qızlar var Rusiyada da. Kosmetik mağazalarda satılır, oradan tapıb ala bilərsiniz. Amma bizdə yəni artıq sonuncudur, təkrarı yoxdur, bir də heç vaxt olmayacaq. 24 saat üzünüzü həqiqətən də o belə deyim də selfie, Photoshop effekti verir. Qətiyyən belə deyim də üzünüzdə bir qüsur falan qalmır. Çox yüksək, gözəl örtücülüyü var, amma BB krem belə deyim teksturasındadır da. Qətiyyən ağır bir tonalini deyil, yüngül, tərkibində SPF 15 olan bu qiymətə bu qədər örtücü ikinci bir tonalini bugünə qədər tanımamışam. Yəni bu aralar BB kremin bitdi deyə özümün sırf bunu istifadə elədim. Eləyirəm daha doğrusu hələ də. Yəni çox gözəldir. Hamı da məndən soruşur. Yəni budur. Axırıncı yəni qutudur. Bu gəlibdi. Bir də heç vaxt təkrarı olmayacaq bunun. Qiyməti isə 10 manatdır. Qətiyyən üzünüzdən axmır. Qətiyyən dəriniz qusmur. Əgər məsələn mənim kimi dəriniz
quru dəridirsə, mən nə etdim? Kənara tökdüm, bir damcı içinə nəmləndirici qatdım, elə vurdum. Altından da onsuz bol-bol nəmləndirmişdim. Yağlı dəridirsə də heç nəyə ehtiyac yoxdur. Elə vuran kimi tam üzünüz kopacaq da, yəni qutu kimi oturacaq. Yəni hər iki halda istifadə edə bilərsiniz. Dediyim kimi təkrarı olmayacaq bu məhsul. Rəng olaraq da 2 tondan ibarətdir. Açıq tondur, bir də orta tondur. Yəni orta tonu hər iki xanım istifadə edə bilər. Həm tünd dərili xanımlar biraz qatıb istifadə edə bilər, həm də orta dərili xanımlar. Açıq tonu isə onsuz da açıqdır. Belə qızlar. Yəni budur. Bu qədərdir. Bunlar da üzərində testerləridir. Bu şəkildə də qoy rənglərini göstərim. Yəni baxın belə bu şəkildədir. Mən bunları düzdüm. Əgər istəyəndə ki rəngi, yəni yayda istifadə eləyəndə istəsəm ki rəngi biraz zaqar olsun. İndi tam dərimə uyğundur, amma yayda zaqar alıram deyə rəngim qapqara olur. Elə tonda olanda, amma məsələ bu tonalində deyək ki bəyənirəm, vurmaq istəyirəm. Elə bir hal yaşananda içərisinə bir damcı tünd rəngdə olan hər hansı bir tonalini, BB kremi falan qatıram. Bir-birini tamamlayır. Həm də mən iki kremi bir-birinə qarışdırmağı sevirəm. Onda çox qəşəng bir görüntü alınır. Dedim qoy bunu da araya salım çəkim. Çünki çox xanım soruşmuşdu. Mən də vlogdakı Lola xanım tonalini hansıdır? Hətta xanımın biri yazmışdı ki, nolar şəklini falan paylaşın. Mən Rusiyadayım. Rusiyada varsa alım. Var Rusiyada qızlar, şəklini göstərib ala bilərsiniz. Bu sefer normal düzəməlli tapdı. Əkizlər Bürcü. Nə baba? Onunla eyni geymişəm. Əkizlər Bürcü Sadıq tərbiyyədir, mən deyiləm. Mən adım çıxıb, qırağı haqqı əkizlərə. Baba evdən çıxanda başqa cür yığdı məni. Elə qəşəng görsənlərdə gördüm. Leylançı deyilənəcək. Çox qəşəng görünürdü Allaha. Bana dedim ki, yox, çox göstərdin mən. Düzdür, bu şalvarını da çox bəyənirəm. Bu da qəşəng görsənir. Nəysə, hər insan öz